Ən dadlı ərik mürəbbəsini sizinlə paylaşıram. Özü də sodalı suda saxlamadan. Rəngi gözəl, şərbəti də bal kimi. Keçək hazırlama qaydasına. Əriyi ilk öncə yuyuruq. Bunda deyim ki, mütləq bərk ərik seçməlisiniz mürəbbə üçün. Bir karandaş vasitəsilə tumunu çıxardırıq. Daha sonra isə əriyi çəkirik. Yəni öncədən əriyi çəkməyin heç bir faydası yox. Əslində kiloya kilo şəkər tozu əlavə edilir. Mən isə 3 kilo əriyə 2 kiloqram 800 qram şəkər tozu əlavə etdim. Çox gözəl. Çünki ərik özü çox şirin ərik idi. Hər kiloqram şəkər tozu üçün isə 1 stəkan su əlavə olunur. Mən 2 stəkan yarım su əlavə etdim. Şəkər tozunu ocağın üstünə qoyub biraz əridikdən sonra ərikləri əlavə etdim. Biraz qarışdırıb ocağın altını söndürürəm. 5 saat bu formada qalır. Təkrar sonra qoyuram. 15 dəqiqə qaynayır və sonra köpüklərini yığıram. Ocağın altını söndürürəm və 5 saat lazım gəlsə daha çox da qala bilər. Məsələn, mən gecə hazırladım. Gecədən səhərə kimi saxladım. Səhər durub sonuncu dəfə qaynatdım. 30 dəqiqə qaynatdıqdan sonra şərbəti yoxlayırıq. Bu formada iz qalırsa, xət qalırsa artıq hazır. Ən son qaynayanda limon duzu və ya 1 çay qaşığı limon suyu əlavə edirik. Köpüklərini qaşıqla, sonra isə salfetlə yığırıq. Və çox gözəl mürəbbəmiz hazırdır. İldə 2-3 dəfə mürəbbə bişirərəm. Bişirəndə də çox gözəl bişirərəm. Yəni tərifləmək kimi olmasın, göz qarşısındadır və bişirdiyim mürəbbə hələ bu günə qədər nə xarlamayıb, nə kifləməyib, nə də qızqırmayıb. Çünki reseptə baxıb qaydasında edirəm. Allah hər kəsə bişirdiklərini ağız dadı ilə yeməyi nəsib etsin. Süfrəniz ruzi bərəkətli olsun. Videonun sonunda sizdən kiçik bir ricam var. Çox xahiş edirəm, kanalıma dəstək üçün abunə olun, videolarımı bəyənin və dostlarınızla paylaşın. Hələlik Allah'a əmanət olun.